əzizlərimiz vəhşi təbiətin yaxşı bir üzüdə bu su. İndi buradan dostlar xərçəng, su qurbağası belə bir şeyler oluyor. Qidalamaq üçün bir şeyler çalışacağız. Və dostlar orada gördüyünüz tikili qədim dövrlərdə su dərmanları deyilən bir yerler olurdu. O su dərmanları olur keçmişdən 41-45'ten de önde olan bir su dərmanları yumurta ilə tikilmiş bir tikilidir. Düzdür, tikiliyə ait bir şey qalmıyor, uçur. Ancaq 41-45'ten 36-cı illərə aid olan bir su dərmanıdır. İndi görək xərçəng, qurbağa nə tapa bilirik.